Salam əziz və dəyərli izləyicilərim, biri-birindən dəyərli xanımlar, yaxın əyləşin, ələlxüsus qəbzliyi olanlar, xroniki qəbzliyi olanlar, bağırsaq uzanması olanlar, günlərlə, həftələrlə tualetə çıxa bilmirəm Məryəm xanım deyənlər, yaxınlaşın, babasıyla olan xanımlar, bu video sırf sizin üçündür. Və sizdən bəzi şeyləri xahiş edəcəm ki, diyetoloqunuz əgər sizə o məsləhətləri verirsə, o diyetoloqdan qaçın, çox xahiş edirəm. Misal üçün, sizə diyetoloqunuz deyirsə ki, yeməyinizin üstünə sinadi tökün yiyin və yaxud acılıq otu için və yaxud qara kömür için hər gün, omez için, nə bilim, bisakadil, qutalaks, o həkimdən, o diyetoloqdan qaçın, pulunuz batsa da qaçın. Çünki olmaz. Mən 84 yaşında anama belə acılıq otunu, sinadini, qutalaksı qoymuram, olmaz. Çünki o sizin bağırsağınızı tənbəl bağırsaq eləyir. Bir yaşdan sonra artıq siz yaşa dolanda sizin bağırsağınız hətta klizmaya belə təsir göstərməyəcək. Deyəcəksiniz ki, Məryəm xanım, siz bunları hardan bilirsiniz? Mənim qrupuma gələn xanımların çoxundan çoxu o vəziyyətdə gəlirlər ki, artıq Məryəm xanım klizmanı vururuq qarnımıza, klizmadakı o 1 litr yarım, 2 litr su qalır qarnımızda, biz tualetə gedə bilmirik. Nəyə görə? Çünki artıq bağırsaq öz fəaliyyətini tamamilə dayandırıb. Mən o haqda danışacağım sizə, əziz izləyicilərim, ki, necə siz Məryəm xanımla sağlam həyata dönə bilərsiniz, həyat yaşaya bilərsiniz, xoşbəxt ola bilərsiniz. Çünki bağırsağınız işləmirsə, heç bir insan deyə bilməz ki, mən 3 gündən, 5 gündən bir tualetə çıxıram, amma mən xoşbəxtəm. Ola bilməz. Çünki bağırsaq bizim ikinci beynimizdir, bağırsaq təmiz olmalıdır və mən sizə deyim ki, bir diyetoloqa qoşulanda, birinci diyetoloqun özünə baxın, bədən quruluşuna baxın, yaşına baxın, görün o yaşına görə cavan qalıbdırmı? Misal üçün, mənim 53 yaşım var və deyilənə görə şükür olsun, 41 kərə maşallah olsun, o yaşı vermirəm və heç bir plastik əməliyyatlar olunmamışam. Çünki mən təbiiliyə yol verirəm. Sizlərə də məsləhət bilmirəm. Çünki vaxt gələcək, ola bilsin, onlar sizə pis fəsadlar verəcək, pis nəticələr verəcək, hətta mədənizi kəstirməyi belə sizə məsləhət bilmirəm. Ümumiyyətcə dediyim kimi, əgər hansı diyetoloq sizə deyirsə ki, bir gün ac dayan ancaq su iç və yaxud bir gün ancaq xurma ye, qaçın elə diyetoloqlardan. Çünki immun sistemimiz bizim ordu kimi orqanizmimizdə durmuşdur və hətta anadan olan uşaqda belə xərçə hüceyrəsi var, əziz izləyicilərim. Amma immun sistemimiz özü axtarış aparır orqanizmimizdə, ordu kimi bizim mübarizə aparır. Hardasa bir kiçicik göbələkmi, kistamı, fibromamı varsa, immun sistemi mübarizə aparır ki, onu tez məhv eləsin. Amma siz acılıq eləyəndə və yaxud gündə bir dəfə yeyəndə sizin immun sisteminiz düşür aşağı. Bir də tamamilə kaloriyasız yeməklər yeyəndə, yağı həyatınızdan tamamilə çıxardanda, çörəyi tamamilə həyatınızdan çıxardanda orqanizm stresə düşür və pis xəstəliklər əmələ gəlir. Yenə də deyirəm, bunu da hardan bilirəm? Qrupuma gələn xanımlar deyir ki, Məryəm xanım, sizdən başqa diyetoloqun qrupundaydım. Ayağa duran kimi başım gicəllənirdi, tez-tez qrip olurdum, bilirdim ki, immun sistemim düşdü. Amma mənim qrupumda hətta yağı belə yeyəcəksiniz. Çünki hər bir insana 20 qram kərə yağı lazımdır. Elə bunu da sizə diyetoloqunuz desə ki, yemə kərə yağını, bilin ki, bir neçə ilə sizdə artrit, polartrit və bütün bu sümüklə əlaqəli olan xəstəlikləriniz bilin ki, 100% garanti ilə olacaqsınız İraqamınızın qulağından. Və bunu deyim ki, mənim 53 yaşım olmağına baxmayaraq əlimdəki tələbə biletimdir və mən 53 yaşımda hal-hazırda Rusiyada tibbi kollecdə öz savadımı artırıram, tibbi savadımı artırıram, özümlə fəxr edirəm. Ona görə ki, mən hal-hazırda Azərbaycanın ən xoşbəxt qadınıyam. Şükür olsun, maşallah olsun Allahıma. Ona görə ki, minlərlə xanımlar artıq həyatlarından razıdırlar. Minlərlə xanımlar sağlığına qovuşublar. Əgər dediyim kimi bir insanın bağırsağı normal işləyirsə, hər gün saat kimi bağırsağı işləyirsə ki, hamınızın bağırsağınız işləməlidir. İşləyirsə, demək ki, siz xoşbəxtsiniz və dəriniz təmizdir. Məryəm xanım kimi dırnağınızın gözəl olmağını, saçınızın gözəl olmağını istəyirsinizsə, gözəl xanımlar. Mənim qrupuma qoşulub, xanımlar mənim qrupumun adını xoşbəxtlik qrupu qoyublar. Məryəm xanımla sağlam addımlarla addımlaya bilərsiniz. Siz mənim qrupuma qoşulmaq üçün cəmi bircə dəfə 20 manat ödəyəcəksiniz. Bu 20 manatın içində hər ay yox, sizi qınamıram. Bəzən elə bilirsiniz ki, hər ay ödənilir. Xeyr, bir dəfə qrupa girəndə ödənilir
2-3 günə öz təsirinizi görürsünüz. Məryəm xanım kimi əməliyyatsız gözəl bədən quruluşuna sahib olursunuz. Özdə 3 dəfə sağlam yeyərək. Amma mən sizi qrupdan çıxartmıram, çünki xanımlar artıq 1 ildir mənim qrupumdadır. Şükür olsun Allahıma ki, hamısı gözəl nəticələr əldə ediblər. O qədər mənə alqışlar eləyirlər. Səhər-səhər onların alqışları ilə oyanıram ki, Məryəm xanım, təngirəfəs olurdum gəzəndə, plənkən çıxa bilmirdim. Məryəm xanım, yüngülləşmişəm. Məryəm xanım, məndən soruşurlar, dərinə neynəmsən ki, belə gözəlləşmirsən? Deyirəm ki, Məryəm xanımın qrupundayam. Məryəm xanım hər tərəfli gözəlləşdirir bizi. Əgər siz də istəyirsinizsə, cəmi bircə dəfə 20 manat verməklə bütün qızıl qaydalarımı sizə öyrədirəm. Peelinglər sizə göndərirəm ki, sırf özümə aid olan peelinglərdir, gözəl qızlar. Və sizə yağ öyrədirəm. Elə bir yağ ki, üzünüzə vurursunuz, elə bir 300 manatda krem vurmuşsunuz. Çünki nədən bilirəm, qızlar çox razıdırlar. Hər yerdə seçilirlər artıq Məryəm xanımın qızları. Hətta zobunuzda belə problem varsa, hormonlar çox, hormonlar azdırsa, kista varsa, düyünlər varsa, zobunuz qaydasında deyilsə də siz sağlam qidalanmalısınız. Amma bunu sizə heç bir həkimlər demir ki, siz nə ilə qidalansanız, sizin zobunuz qaydasına düşər. Bunu da sizə Məryəm xanım öyrədir və orqanizminiz sırf toksinlərdən azad olur. Əgər bağırsaqda bağırsaq daşları varsa ki, 2 gündən, 3 gündən bir çıxan, hələ həftələri demirəm, çıxan insanın görün bağırsağında nə daşlar var. Türkə çarələrlə, yenə də deyirəm, Məryəm xanımın qızıl qaydaları ilə hər gün tualetə çıxırsınız və bu zaman toksinlər orqanizmdən çıxır, heç bir zəhər vermir. Çünki, üzr istəyirəm, nəcis bağırsaqda qalırsa, o bütün orqanizminizi zəhərləyir, bütün və bir çox saymaqla bitməyən xəstəliklər ortaya çıxır, əziz izləyicilərim. İstəyirsinizsə hər bir şeyiniz qaydasında olsun, dəriniz gözəl olsun, qocalmanız geciksin, Məryəm xanıma müraciət edə bilərsiniz. Amma TikTokda videoların üstünə nömrə qoya bilmədiyim üçün, əziz izləyicilərim, səsli şəkildə nömrəni deyəcəm. Gərək düzgün yazasınız. Əvvəlinə 012, 055, 070 yazsanız, məni tapa bilməyəcəksiniz. Rusiyanın WhatsApp nömrəsidir. Belə yazırsınız, olduğu kimi gərək yaddaşa salasınız. Üstə gələk yazmağınız mütləqdir. Üstə gələk 7 901 288 26 94. Yaza bilərsiniz. Məryəm xanımla, necə ki o birisi bütün xanımlar xoşbəxtliklərinə qovuşublar. Hələ mənim dini rituallarım da var ki, arzularımızı tuturuq, o ritualları eləyirik, dini ritualları. Arzularımıza çatdırır Allah bizi. Şükürlərimizi də bol eləyirik. Həyata baxışlarını dəyişib o xanımlar. Siz də istəyirsinizsə, buyurub Məryəm xanıma. Dediyim kimi, Azərbaycanda ən ucuz diyetolog mənəm ki, hər ay pul verilmir, cəmi bircə dəfə 20 manat ödənilir. Və görün, neçə xəstəliklərdən qutarırsınız. Qəbizlik, qaz, köp, babasir, qarnım gurulduyur, Məryəm xanım, qonaq gedə bilmirəm, işdə otura bilmirəm və sağlam yeyərək, əməliyyatsız Məryəm xanım, mən də sizin kimi olmaq istəyirəm. Sizin yaşınızda, sizin kimi görünmək istəyirəm. İstəyirsinizsə, onda Məryəm xanımla gəlin, sağlam addımlayağın, əziz izləyicilərim. Bütün videolarımda dediyim kimi, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.